Əziz altıncılar, hər birinizi iş dəftəriniz ahında xoş gördük. Bu dəfə iş dərsimiz gedişi üzrlü. Sayın, siz buna görə bizi tərk eləməyin, kanalımıza abunə olun. Bütün suallarınızın cavabını bizim kanalımızda tapa bilərsiniz. Cəbrayıl Əli kanalında da bizim dərsliklərin izahını işləyə bilərsiniz. Rəqslərin dilinin iş dəftərində bu arada əlaqə üçün 050 775 81 72 nömrəsini əlaqə saxlaya bizim WhatsApp kanalımıza da qrupumuza da qoşula bilərsiniz. Orada bizim sınaqlarımız ara sıra göndərilir. Deməli keçirik iş dəftəri nə deməli rəqslərin dili mətnində iş dəftərinə. Burada rəqslərin dilində bizdən istəyir ki, birinci, hansı cümlədə hava sözü mətndəki mənasındadır? Havanın quraq keçməsi, bu yerlərin havası, el havaları. Burada ümumiyyətlə mətndə mən bildiyim qədər rəqs havasından söhbət gedirdi. Rəqs havasından söhbət getdiyinə görə biz burada Elşuniskin el havalarının mahir ifaçısı idi. Digər hava mənasında işlənilməyib. Növbəti tapşırığımız bizim yəni bu hava sözü musiqi növbəti tapşırığımız B tapşırığıdır. Burada kiçik mətndir. Kiçik mətndə gəlin mətnə baxaq. Mətndə deyir ki, qədimdən bəri Azərbaycanda yaşayan köçəri Oğuz tayfalarını tərəkəmə adlandırırlar. Məşhur tərəkəmə rəqsi də onların bayram şənliklərində, toylarında ifa etdikləri rəqslərdən biri olub. Bu rəqsin əsas ifaçıları qadınlardır. Tərəkəmələrlə bağlı olan rəqslərdən biri də Uzundərə adlanır. Qarabağda Ağdam ilə Göytəpə arasında bir dərə var. Adına Uzundərə deyirlər. Deyilənə görə bu dərə tərəkəmələrin yolüstü düşərgəsi olmuşdur. Onlar yaylağa, deyəsən bir banka nəsə gəldi. Onlar yaylağa köçərkən burada əylənib rəqs edər, şənlənər, dincəlirmişlər. Mirzəyi rəqsi onun yaradan ifaçının adı ilə bağlıdır. Bu rəqsin musiqisi 19-cu əsrin ikinci yarısında Qarabağlı Ney ustası Mirzə tərəfindən yaradılmışdır. Bir çox bəstəkarlar opera və baletlərə rəqs melodiyalarımızdan bəhrələnmişlər. Məsələn, Dahi Üzeyir Hacıbəlinin Olmasın Bu Olsun operasında Uzundərə və Mirzəyi rəqslərin musiqisindən istifadə olunmuşdur. Deməli, birinci hansı başlıq mətnin məzmununa daha çox uyğun gəlir? Burada baxaq, rəqs melodiyalarının özəllikləri rəqs adlarının yaranma tarixindən daha çox danışır. Mətndə neçə musiqi əsərinin adı çəkilir, onların neçəsi rəqs adlanır. Deməli, burada 3 dənə rəqs var, onlardan biri də 3 dənə rəqs var, ümumi 4 dənə çəkilir. Biri də operattadır da, yəni rəqsi 3 dənədir amma. Növbəti, hansı fikir mətnin məzmununa daha uyğundur? Tərəkəmə rəqsinin adı yer adı ilə bağlıdır. Mirzəyi rəqsinin yaradıcısı məşhur rəqs ifaçısıdır. Uzundərə Qarabağda aranda yaylağa gedən yol üstündə yerləşir. Bu uyğunda olmasın. Bu operatası Azərbaycan rəqs melodiyasında yaradılmışdır. Bu ümumi nəticəyə deyil də, ümumi məzmuna uyğun deyil. Mətnin giriş hissəsinə hansı cümlə əlavə edərdin? Baxaq, klassik musiqimiz həm giriş hissəsi uşaqlar. Giriş hissə dediyimiz bu hissədir. Tərəkəmələr haqqında olan hissədir. Deməli, ən yaxşı tarixçədir. Bir çox rəqsin adlarının maraqlı yaranma tarixçəsi var. Növbəti tapşırığımız gəlir ikinci dərsin A tapşırığı. Deməli, rəqslərdə xalqın məişəti, gündəlik qayğıları əks olunur. Məsələn, uşaqlar, bilirsiniz ki, mən bu tapşırıqları tam izah vermirəm. Siz çünki bunu özünüz yazmalısınız. Məsələn, xalqlarda rəqs məişət deyir bizdə. Yəni məişət deyəndə gündəlik həyatı. Məsələn, tərəkəmələri yaza bilərsiniz. Tərəkəməni bunun haqqında yaza bilərsiniz. Tərəkəmənin köçəri xalq olublar. Tərəkəmələr köçəri xalq olublar. Xalq olublar. Nə bilim, yallı milli birlikdir. Uşaqlar, bu çox yazı hissələrini bilirsiniz ki, mən yazmıram. Siz burada arqument gətirərsiniz. Məsələn, qısaca yazıram. Qadın üzünü örtür, kişidən gizlənir. Çox qısa yazıram, çünki bunu özünüz yazmalısınız. Keçdiyi tarixi yolu qədim inancları əks olunur. Bunu da siz yazacaqsınız. Əsərin içində var və bu mətnlərdən olanları mən
yazmıram. Çünki bu yenə deyirəm, bu sizin öz inkişafınıza mənfi təsir eləyir. Mən də bu mənfi təsirin olmasını istəmirəm. Sadəcə müəyyən tapşırıqlara kömək etmiş ola bilər. Deyərsiniz ki, müəllim, indi birini eləyib, birini eləməz. Xeyr. Məsələ birini eləyib, birini eləməmək deyil. Bu ümumiyyətlə bəzi yazılar var ki, onlar sizin təfəkkür gücünüzü inkişaf etdirir. Mətnin adında verilmiş dil sözü hansı kontekstə uyğundur? İnsanların ünsiyyət dili, musiqi alətlərində informasiya ötürə bilən, fikir ifadə edən şey bu olmalıdır. Çünki rəqslər bizə nəyi ifadə edir, onu göstərir. Pantonim və balet dinləmə mətni idi. Dinləmə mətnində bizim ona aid çalışmalarımız var. Gəlin o çalışmaları sizinlə birlikdə həll edək. Yəqin ki, dinləmə mətni eləmisiniz, olmasa da bizim necə deyərlər, kanalımızda var. Aktyor ifası, balet və sənəti və Azərbaycanda baletin yaranması, nəticə. Deməli, pantomimdə aktyor ifası jest və mimikalardan istifadə edir. Akrobatik hərəkətlər, bədən elastikası, olur. Balet Azərbaycanda, balet sənəti harda yaranır birinci olaraq? Baxaq bir dənə, sizdə o mətni dinləyərsiniz, məndə o necələr var da. İlk balet əsəri Fransada yaranıb. Azərbaycanda isə 1940-cı ildə Azərbaycanda yaranıb. Ümumiyyətlə belə deyək, 40-cı illər deyəndə 1940-1939 deyir bu. 1939. Ümumiyyətlə nə deməkdir? Həm pantonim, həm pantonim, mim, həm də balet yanaşı inkişaf edir. Yaza bilərik. Bu dünyanın bütün yerlərində vardır. Növbəti tapşırığımız bizim, növbəti tapşırığımız B tapşırığıdır. B tapşırığında bizdən görək nə istəyir. Biz artıq mətni oxumuşuq, mətn hansına aiddir bilməliyik. Mətn bizə informativdir, yəni sadəcə bizə nəyisə sübut etmir. Burada verilən fikirlərin sübuta ehtiyacı yoxdur. Balet və pantomim haqqında məlumat verilir. Beynəlxalq rəsmdə iştirak etsəydin, Azərbaycanın hansı rəqslə təmsil edərdin? Milli rəqsimiz olan ilə, çünki özündə həmrəyliyi və birliyi əks elətdirir. Bu arada biz hansı neçənci səhifədən başladıq biz bunu işləməyə? 7-ci səhifədən hələ ki 9-dayıq. 7, 8, 9, 10-cu tapşırığa gəldik. Artıq numerativ sözlərlə bağlı. Numerativ sözlər deməli bir tərəfdə isim gəlməlidir. Bir nəfər şagird yazıramsa
şagird. Şagird isimdir, burada saydı, bu da numerativ sözdür. Numerativ söz yoxdur. 6 baş qoyun, 30 taxta yeşik, 3 kisə düyü, 10 sətir 10 sətir yazı. Bir de bu neydi? 30 taxta yeşik. Bu 30 taxta burada olmur axı. Yəni numarativ söz olmur. Ya burada 10 sətir yazının sayını göstərir, amma 30 taxta olmur. Hansı birləşmədə numarativ söz yerində işləməyib? 2 cüt corab, 5 dənə uşaq, 1 göz otaq, 3 top ipək parça. Uşaqlar, insana dənə istifadə olunmur. Növbəti tapşırığımız. Gəlin bu sözləri birlikdə işlədək. Baxın, inşallah ki daha səliqəli yazaram bu dəfə. Stəkan qırıldı. Bu oldu isim. Sonra qabağında yazır isim. 5 stəkan su. Su gətir. Numarativ söz. Uşaqlar baxın, 5 saydı, su isimdir, stəkan numarativ sözdür. Qazan. Toy üçün 3 qazan aş bişirilib. Bu numarativ sözdür. Bu isimdir, bu da saydı. Burada numarativ söz. Qazan qonşuda qalıb. Bu da isimdir. Növbəti bu isimdir. Növbəti damcı. Həkim 2 damcı dərman yazıb. Burada 2 saydı, dərman isimdir, damcı numarativ sözdür. Mənə sudan 2 damcı ver. Uşaqlar, burada isə birbaşa nə damcı, mən su damcısı və yaxud su damcısı yazar. 2 su damcısı və yaxud su damcısı mənasında da isim kimi işlənir. Sonra və yaxud deyək ki, rəsmdə bunu başqa cür. Rəsmdə 2 su damcısı göstərilib yaza bilərsiniz. Sonra nüsxə. Nüsxə sözündə necə olacaq? Nüsxə sözü 5 nüsxə kitabda ola bilər. Düşünürəm. Bir neçə ola bilər əslində. Baxaq yaxşı. Üç nüsxə tab var. Burada numarativ söz kimi və eyni şey yazırıq. Kitabın nüsxələri itib. İsim kimi. İndi bunları silirik, yuxarıda digərlərini yazırıq. Siz videonu saxlayıb yaza bilərsiniz və yaxud özünüz də ikisini yazmayacağım uşaqlar. Vaqonla ədəd yazım, qalanı da özü yazacaqsınız. Deməli, şəhərə 5 vaqon taxta gətirdilər. Qatarın vaqonları çox idi. Bu isim kimidir. Ədəd, göz, cild. Ədədlə gözü siz yazarsınız, cildi özüm yazıram. Uşağın cildi təmiz idi. Yəni üz mənasındadır. İsim. Atam da 3 cild
Kitab var. Var, bu da nümerati sözdür. Ədədlə göz ən asandıdır, onları siz yazacaqsınız uşaqlar. Nöqtələrin yerinə uyğun nümerativ söz yaz. 3 cüt, 200 baş, 1 dəstə, 2 dəst. Bununla da bizim rəqslərin dil mətnimiz bitdi. Növbəti izahlarda görüşərik. Hələlik kanala abunə olmağı unutmayın.